Bir də salamlayıram bütün komandanı. Axşamınız xeyir olsun. Xoş gördük hər birinizi. Ə, Kampaniyamızın 29 yaşı tamam olur. 30-cu biznesinə artıq qədəm qoymuşuq və bu münasibətlə kampaniyanın ad gününü ə, keçirmək münasibəti ilə belə deyək, bu ilki tədbir Özbəkistanda baş verəcək və bizim komandamızla Uma xanım, Munira xanım və Həlimə xanım inşallah sabah yola düşür. Sağ-salamat qaydasız Allahın izni ilə və bizə bol enerji gətirəsiz oradan. Hər an və an, bugün ofisdə tapşırmışam, an və an oradan bizə görüntülər gözləyəcəyik. Çünki yəni fiziki olaraq orada ola bilməsək də ruhən orada olmaq istəyirik, sizlərlə bərabər olmaq istəyirik. Ona görə bütün komanda adından xahiş edirəm ki, təəssüratlarınızı an və an bizlə komanda ilə bölüşəsiniz. Sizlərə uğurlar və inanıram ki, qayıdıb gələndən sonra o motivasiyanı, o enerjini bütün komanda ilə canlı olaraq bölüşüb və inanıram ki, bütün komandada çox müsbət təsir olacaq bunun. Yeni dərəcələr Allahın izni ilə. Sağ-salamat gedib inşallah qaydasın. Bugünkü təlimimiz də çox maraqlıdır, çox vacib bir təlimdir və bugünkü təlimi Həlimə xanımın, Aynur xanımın öhdəsinə qoymuşuq ki, o çox maraqlı bir mövzuya toxunulacaq və burada necə gəlir qazanmaq olar, nə kimi gəlirlər var, nə kimi bonuslar var, nə kimi üstünlüklər var. Komandamızda yeni olan xanımlar xüsusilə diqqətlə qulaq asın, çünki köhnədən olanlar bunları zaten bilirlər. Sizlər xüsusilə dinləyin, qeydlər aparın hər kəs və axırda mövzuya dair kimlərin sualları olacaqsa, spikerlərimizə suallarınızı ünvanlaya bilərsiniz. Belə, mənim deyəcəklərim hələ ki bu qədər. Başlayaq. Həlimə xanım, buyurun, zəhmət olmasa. Axşamınız xeyir olsun. İlk öncə Əqnə xanıma təşəkkür edirəm. İnşallah ki, həqiqətən bizim üçün uğurlu olar. Xüsusən mən ilk dəfə gedirəm, ilk dəfə səyahət, ilk nə bilim, təcrübəm olacaq deyə ona görə çox həyəcanlıyam. Yəni bu o günləri görməyimə ilk öncə Allaha, sonra atama, sonra komandama çox təşəkkür edirəm ki, təşkil elədik. Yəni gedəcəm inşallah. Və tapşırığını da yeni yetirəcəyik. Əlimdən gəldiyi qədər inşallah. Həqiqətən Özbəkistanı mən ilk belə deyək də, qərar çıxandan çox həyəcanlandım ki, mən gedəcəm də. Hətta belə bir butulka tutmuşam. Bura 50 qəpiklər yığırdım ki, gedəcəm də. Yəni bura bir yığım 50 qəpiklər kimdə var, hamısını yığırdım. Sonra elə oldu ki, yay boyunca yəni mən yığmağa çalışırdım. Kimlərsə öyrəndim ki, kimlər gedirsə davayda, yəni biletləri öyrəndim. Nəysə, bir ara alınmadı, çünki gedən olmamışdı. Sonra elə oldu ki, bu yaxında, yəni qərar verib ki, bizim komandada gedən də var. Sonra məni tutmaq olar. Mən də davay bileti aldım, getdim. Yəni həqiqətən çox şükür, yəni həqiqətən fokus qoyanda, o vision quranda, yəni alınır da. Əsas sən istəyirsən. Sən istəkli olandan sonra birinci Allah, sonra da atamdan Allah razı olsun. Yəni onun təşkili bir də komandanın sayəsində belə gedirəm. İnşallah ki, uğurlu gələr mənim üçün. Mən də inanıram ki, ora gedib belə deyirəm. Vüqar müəllimə deyirəm ki, oranı patladacam da. Deyir, terrorist satsan oranı patladır. Yəni inşallah patladacam da, yəni inşallah Allahın izni ilə. Bugünkü mövzumuz həmin bu gəlirlər haqqında həm iki qazanc var, belə deyək, bizim şirkətdə. Sürətli qazanc, bir də ağıllı qazanc. Yəni, belə deyək. Sürətli qazanc adından da bəllidir ki, yəni tez bir zamanda qazanmaq üçün bugün məsələn konsultant olaraq 100 bal elədin, sabahsı günü saat 12-dən sonra keşbek oturur. Yəni, tez qazanmaq üçün bunu əldə edə bilər. Rahatdır. Yəni, şirkət bunu bizə verir lazım. Ondan sonra ağıllı pul isə o deməkdir ki, adından da bəllidir. Yəni biraz ağır aparır, ağıllıdır, biraz vaxt tələb eləyir. Ona görə ağıllı pula
həqiqətən biraz əkinçi mövzuya da, yəni əkinçiyə də bənzəyir bu şəbəkə biznesi. Çünki əkinçidə necə olur? Yəni onu belə deyək də, şumlayırlar, becərirlər, sulayırlar və s. və s. Yəni onlar daha yaxşı bilər. Ən axırda ağacdan bar olur. Yəni bar əmələ gəlir. Onun üçün də o barın meyvəsini yemək üçün də ilk öncə zəhmət tələb edir. Zəhmət tələb edir, əziyyət yox. Bax, məsəl üçün, əziyyətlə zəhməti bəzən qarışdırırlar. Əziyyət o deməkdir ki, yəni bir insan özünü fəda eləyir, kiminsə üçün çalışır, 300 manat üçün, 500 manat üçün, lap uzağı 800 manatdır, amma belə pis çıxması səhərdən axşama kimi, ayda 4 dəfə cəmi belə deyək də, dincəlmə şəraiti olur. Soruşuram, məsəl üçün, məqsədin var, deyir, yoxdur, imkan vermirlər ki, məqsəd. Yəni, bu özünü fəda etmək. Nəyə görə? Bir dənə pula görə. Amma burada isə şəbəkə biznesində siz zəhmətlə, belə deyək də, strukturunuzu qursaq, yəni komandamızda da öyrətsək, onlar da bu pulu qazanmaq istəyirsə, əlbəttə onlara göstərmək lazımdır. Onları göstərəndən sonra, strukturumuzu qurandan sonra bir neçə müddətdən sonra elə olur ki, elə şəxs var 3-5 aydan sonra həmən o gəlirləri qazanır, 7 aya qazanan var, bir il içində məsəl üçün avtomobil qazanan var. Yəni çox nəticələr var hədsiz dərəcədə, yəni yüzlərlə çoxdur bu şəbəkədə. Və ona görə də zəhmət tələb eləyir, aylar, illər ötür. Ola bilər ki, biz bəzən insanların səhvi ondadır ki, gəlirlər bura istəyir ki, tez varlı olsunlar. Yəni tez istəyirlər 2000, 3000 qazansın. Bu mümkün deyil. Yaxı bir ayın içində 3000 qazanmaq. Bir o deməkdir ki, yəni 3000 qazanmaq nə deməkdir? Yəni biznes lider dərəcəsindədir də. Bu da 40000 dövriyyədir. İndi biz təzə gələn insan məsələsində, yəni kimsə gəlibsə 40000-i sıraz eləmək çətin məsələdir. Əlbəttə ki, bu komanda qurmalıdır, strukturunu qurmalıdır. Ondan sonra lap böyük 6 aya, 7 aya qura bilərsən. Yəni o sənin sürətindən asılıdır. Necə ki vision qursan, onu görsən ki, bax burada qazanan var. Yəni məsələn qaydalar var da. İndi Aynur xanım onu izah eləyəcək bizə. O qaydalara riayət eləsək tez bir zamanda, onda əlavə qazantılar da qazana bilərsiniz. Gəlirlərdən əlavə. Və bundan əlavə belə deyək də, bu müddətinin həm vision qurmaq lazımdır bu sürətli addımlarda, həm inanmaq lazımdır. Yəni ilk öncə inanmaqdan lazımdır. Bir də kimsə sizi hansı ki nastavnik sizi gətirirsə, ona həqiqətən inanın. Yəni suallar olur ki, məsələn tez qazana bilərəm, yəni elə bil ki, adi məsələn hansısa bir işə gedəndə belə, yəni sınaq müddəti olur, 1 ay, 2 ay. İndi kimsəyə durduq məsələn ay sonunda 2000-3000 manat verə bilməz. Yəni mümkün deyil. Ona görə həqiqətən yəni burada bu pullar, gəlirlər var. Sadəcə zaman lazımdır, zəhmət lazımdır, iş görmək lazımdır və inanmaq lazımdır. Ondan sonra ardı gəlir. Həqiqətən və bu sürətli addımlarda, yəni varlanmaq ki, dediyim bu barədə danışdıq. Onun belə şirkətimizin belə deyək də proqramları ki var. Onu inşallah bizə Aynur xanım deyəcək ki, hansı proqramlar var, hansı addımlar atmalıyıq ki, biz əlavə qazantılar da qazanaq, gəlirdən əlavə. Amma xahiş edirəm, siz bu yeni gələnlər qeyd edin ki, çünki yadınızda qalmayacaq və üstəlik yəni bəzi məsələn bu ay şey olmasın da, yəni ardıcıl şəkildə eləyəndə o proqramlara düşmüş olacaqsınız. Yəni bu gözəlliklərdə həqiqətən qazananlar var. Aynur xanım özü də deyəcək öz nəticəsini. Sizə verirəm Aynur xanım. Uğurlar. Çox sağ olun dinlədiyiniz üçün. Təşəkkür edirəm Həlimə xanım. Minnətdaram, salamlayıram hər kəsi. Axşamınız xeyir olsun, güclü komanda. Başda liderlər olmaqla hər kəsi salamlayıram. Maşallah Aydan xanım da ekrana gətirdi. Quick Startı yəqin ki hər kəs görür və Həlimə xanımın sözünə qüvvət qeyd edin. Həqiqətən də sürətli addımlarla hansı gəlirləri, hansı pulları necə
gəlirdən də əlavə bonusları qazanmaq lazımdır. O mövzuda danışmaq istəyirəm. Deməli, addımlarla başlayaraq şirkət bizə doğrudan da gəlirlər verir. Bu proqramda iştirak etmək üçün dostlar mütləq şəkildə bizlər məsləhətçi statusunda olmalıyıq. Yəni ən azı məsləhətçi statusunda qalmaq üçün bizlər 100 balımızı qoruyub saxlamalıyıq mütləq şəkildə. Dediyim kimi də bu proqram Quick Start adlanır, sürətli addımlamaq, yəni nəzərinizə çatdırım. Və bu belə deyim, iştirak eləmək üçün kimlər iştirak eləyə bilər və nə zamandan? Sentyabrın 1-dən 2025-ci ilin sentyabrın 1-dən dostlar, ta ki 2026-cı ilin avqustun 31-nə kimi qeydiyyatdan keçənlər üçün. Məsəl üçün, kimsə gəlib sentyabrda, tutaq ki, qeydiyyat olunur müştəri kimi, ola bilər müştəri statusunda və növbəti ayı məsləhətçiyə keçərək həmin insan da bu proqramda iştirak eləyə bilər. Baxın, Aydan xanım 2500, Business Team 2500 dərəcəsini yəqin hamı görür. Şirkətə deməli keçdiyiniz aydan, qeydiyyatdan keçdiyiniz aydan 4 ay ərzində siz 2500-ü qoruyub saxlayırsınız. Siz 300 manat sertifikat, pul sertifikatı, yəni məhsul sertifikatı əldə edirsiniz. Yəni mənim dövrümdə, yəni bir neçə il bundan qabaq dostlar 200 manat idi. 200 manatlıq məhsul əldə edirdi sertifikat olaraq, amma indi isə 100 manat artaraq 200 manata gəlib çıxıbdır. Yəni gəlirdən əlavə siz 300 manatlıq sertifikat, məhsul sertifikatı götürə bilirsiniz. Və növbəti 5000. 5 ay ərzində bu dərəcəni qoruyub saxlayırsınız. Yəqin görürsünüz 5 ay ərzində dərəcəni açırsınız və pul mükafatı olaraq, yəni bu dərəcənin də mən sizə bir söz deyim ki, bir şey deyim ki, gəliri 550-600-dür. Ancaq gəlirdən əlavə dərəcəni qoruyub saxlamaqla görürsünüz 600 manatlıq və 5000-dən sonra pul mükafatı olaraq, pul kimi olaraq dostlar əldə edirsiniz. 2500-də məhsul olaraq 300 manatlıq, amma 5000-dən sonra pul mükafatlarını əldə etmiş olsunuz. Gəlirdən əlavə 600 manat da pul mükafatı 5000 dərəcəsində. Və növbəti dərəcəyə gəldikdə dostlar 10.000 dərəcəni açaraq. 10.000 dərəcəni də 6 ay ərzində açırıq və qoruyub saxlayırıq. Və gördüyünüz kimi dərəcəni açırsınız, gəlirdən əlavə 10.000 dərəcəsində, Business Team 10.000 dərəcəsində gəlir olur 800-1000 manat arası. Və mükafatınız isə, pul mükafatınız isə 1100 AZN. Yəni 800.000-dən əlavə gəlirdən təsəvvür edin ki, 1100 AZN-də pul mükafatını əldə etmiş olursunuz. Nəyi pisdir ki? Və növbəti dərəcəni açmaq üçün, deməli, biz söylədik axı sürətli addımla. 7 ay ərzində Business Profi dərəcəsini açmaq üçün, baxın, 7 ay ərzində açırıq və oranın gəliri 1200-2000 arasıdır və pul mükafatı olaraq da dostlar görürsünüz 2250 AZN. Təsəvvür edin ki, 1200-2000 arası gəliriniz olur. Üstəlik pul mükafatı üçün də 2250 manat da mükafatınız olur 7 ay ərzində və 3 ayda qoruyub saxlamaqla şirkət sizi səyahət proqramına göndərir Novosibirskaya. Bunu da vurğulayım sizə. Və 10 ay ərzində növbəti dərəcəni yəqin ki, hamı qeyd edir, dostlar. Qeyd etdikcə inanın ki, adamın yadında qalır. Və növbəti dərəcə Business Leader. Baxın, dostlar, növbəti dərəcəndə 10 ay ərzində açırsınız və bu dərəcənin də pulu 2200 manatdan 3000 manata kimidir. Gəliri. Təsəvvür edin, gəlir olaraq və üstəlik də 10 ay ərzində dərəcəni açırsınız sürətli addımla və siz
pul mükafatı olaraq 4500 AZN əldə edirsiniz. Gəlirik növbəti dərəcəmizə, Safir lider. Çox sağ olsun Aydan xanım da hamısını sizə bir-bir göstərir. Safir lider, yəni dərəcəsini bir il ərzində 12 ay ərzində açırsınız sürətli addımla. Və buranın da gəliri, baxın dostlar, yəqin ki fikir verirsiniz, mən maaş demirəm, mən gəlir deyirəm. Çünki mən dərəcələri dedikcə görürsünüz, yəni gəlirlərimiz də artır. Və buranın gəliri 3500-4500 arasıdır. Və bir il ərzində də bunu qoruyub saxlayaraq, gəlirdən əlavə siz pul mükafatı olaraq 7000 AZN-də siz pul mükafatı əldə etmiş olursunuz. Növbəti dərəcəmizə gələk dostlar. Növbəti dərəcəmizdə bir il yarım ərzində, deməli, növbəti dərəcəmizi açırıq. Bu da Ruby liderdir. Maşallah, pul mükafatına baxın. Adamın gözləri də belə ulduz kimi parlayır həqiqətən. Və Ruby lider dərəcəsində də gəlirimiz, təsəvvür edin ki, 7000-9000 arasıdır. Gəlirimiz dostlar. Və pul mükafatı olaraq da bir il yarım ərzində açırsınız və pul mükafatı olaraq 14000 pul mükafatı da əldə edirsiniz. Və nəyi demək istəyirəm sizə? Tutaq ki, aprel ayında siz Ruby lider dərəcəsini açırsınız. Sürətli addımlarla gəlirsiniz. Yəni, bunu etmək də çətin deyil, dostlar. Sürətli addımlarla gəlirsiniz. Məsəl üçün, aprel ayında dərəcəni açırsınız. Ruby lider dərəcəsini açırsınız. Aprel ayından sentyabr ayına kimi. May, iyun, iyul, avqust, sentyabr. Yəni, qoruyub saxlamaqla apreldə açırsınız, mayda dərəcəni bağlayırsınız, iyun, iyul, avqust, sentyabra kimi bu dərəcəni qoruyub saxlayırsınız. Baxın dostlar, bir də deyirəm, apreldə əgər açırsınızsa, açdınız dərəcəni, mayda bağladınız, yəni mayda yenidən Ruby lider dərəcəsinə gəlirsiniz. İyun, iyul, avqust, sentyabra kimi qoruyub saxlayırsınız. Və oktyabrda siz oradakı yazılıb ki, 14000 gəlir mükafatı daha doğrusu. Siz o mükafatın 1/3-ni götürürsünüz. Və növbəti 4 ayını da Ruby lider dərəcəsini qoruyub saxlamaqla növbəti mükafatı 14000-in qalanını götürmüş olursunuz. Yəni, anladınız necə? Yəqin ki, hər kəs, yəqin ki, başa düşdünüz. Və bir şey də sizə deyim ki, tutaq ki, 5000 dərəcəsini açırsınızsa, dostlar, 5000 dərəcəsini. Siz o 600 manat ki, pul mükafatı var, onu əldə etmək üçün sizin ən güclü qolunuz ki var, qollarınızda ola bilər, minlər açan olsun və ondan güclü 2500 dərəcəsini açan birisi, siz ondan 2000 artıq bal etməlisiniz ki, siz o 600 manatlıq pul mükafatını əldə etmiş olasınız. Və növbəti dərəcəni də həmçinin əgər qolunuzda ən yüksək, ən güclü qolunuz gəlib yüksək dərəcə, sizə qədər yüksək dərəcəni açırsa, siz onunla 4000 bal arası etməlisiniz. Yəni, 4000 siz artıq etməlisiniz. Sonra Business Profidə ən güclü qolunuzdan 8000 artıq siz bal etməlisiniz. Dostlar, bizim təlimlərimizdə və yaxud da zoomlarımızda dəfələrlə vurğulayırıq ki, biz bu şirkətə ömürlük işləməyə gəlməmişik. Biz bu şirkətə müəyyən vaxta kimi, yəni zəhmət, əziyyət çəkib, əlbəttə ki, zəhmətin də öz yeri var, əziyyətin də öz yeri var. Zəhmətimiz, əziyyətimizi çəkib, müəyyən vaxta kimi gəlirik və sonradan qollarımız işləyərək bizə bu pulları qazandırır. Həm komandamız qazanır, həm bizlər. Nəyi pisdir dostlar, bu qədər, amma sentyabrdan siz başlamalısınız. Ola bilər sentyabrda müştəri olsun, yenə dediyim kimi, həmən insan gəlib növbəti ay məsləhətçi olur. O insan da, yəni bu proqramdan
Quick Start proqramından yararlana bilir. Məndən də bu qədər. Mən elə bilirəm ki, hər kəsə aydın oldu. Ola bilər ki, suallarınız olsun. Hansısa bir tərəf qaranlıq qalıb, buyurun suallarınızı verin. Suallarınızı cavablandırmağa sevə-sevə hazırıq. Belə dostlar. Çox sağ olun. Hər iki xanıma təşəkkür edirəm. Bir dənə əlavə eləmək istəyirəm bu Quick Start proqramı ilə bağlı. Deməli, aylar yəqin ki, yadınızda qaldı da, qalmadısa, saytda hər bir şey var. Hərə öz şəxsi kabinetindən daxil olub, diqqətlə bir də bütün proqramın bütün şərtlərini oxuya bilər. Orada deməli bir məsələ var ki, tutaq ki, sən 5 ay ərzində BT 5000 dərəcəsini açırsansa, növbəti ay artıq 6-cı ayda 10.000-i açırsansa, çox olan pul mükafatı azı, belə deyək də, yeyir. Yəni, artıq 5.000-in yox, 10.000-in sən pulunu alırsan. Hər ikisini yox, 10.000-in artıq pulunu almış olursan. Bundan əlavə, tutaq ki, artıq Aynur xanım da vurğuladığı kimi 2500 dərəcədə 4-cü ayda 2500 dərəcəsini açırsınız. Bunu məhsul sertifikatını kimi götürürsən. Amma 5.000-dən yuxarı artıq pul mükafatı kimi götürürsən. Amma bu pullar hissələrə bölünərək verilir ay-bay. Ona görə 3 ay ərzində rangı açdın, bağladın, 3-cü ayda təsdiqlədin, artıq bu mükafatın qalibisən. Sadəcə olaraq bu mükafatın pulu, məbləği hissələrə bölünərək verilir deyə, növbəti 3 ayda da, yəni 3 aya hissələrə bölünüb verir. Növbəti 3 ayda da toplam götürəndə 6 ay ərzində bu dərəcəni qoruyub saxlamaq lazımdır ki, proqramın, yəni o məbləğlərin hamısını götürəsiz. Əks halda, məsələn, belə deyək də, tutaq ki, 3 ay elədiniz, bu proqrama qoşuldunuz, 4-cü ay elədiniz, Allah eləməmiş, tutaq ki, 5-ci ay eləyə bilməsə, sadəcə birinci hissəni, yəni 1/3-ni qazanmış olursunuz. Amma tutaq ki, növbəti ay artıq 10.000 açdınız və yaxud da 10.000 idiniz, artıq 20.000 açdınız, artıq ən çoxun məbləğini götürürsünüz, ən çoxun pul mükafatını götürürsünüz. Aydındır? Ayda xanım, mən bir şey də vurğulayım ki, çox üzr istəyirəm. Mən o 200 manatlıq məhsul sertifikatını əldə etmişəm 2500 olaraq. Amma 5000-ə gələndə mən sürətli addımla gəlmədiyim üçün mən pul mükafatı kimi yox, mən məhsul mükafatı kimi əldə etmişəm. 450 manatlıq. Gələn həftə Sevinç xanım Allah qoyur. Orada success hədiyyəsidir. Yəni, başqa proqramlardır. Success Planın hədiyyəsini, yəni istənilən məsləhətçilər götürə bilir, istənilən ranga çatanda onu qazanırsan. Sadəcə olaraq sürətli addımlarla biznesə başlayanda Quick Start proqramı ki, hansı ki danışdınız, bax o, onun barəsi, yəni o pul mükafatlarını ancaq sürətli şəkildə biznesi quranlar əldə edə bilir. Tutaq ki, məsələn, 4 ay ərzində Aynur xanım vaxtı 2500-ü açdı. Onu da vurğulayım ki, Aynur xanım BT 1000 rangını görməyib. Yəni, birbaşa 2500 dərəcəsini açıb və 4-cü ayda artıq açmışdı. O pul mükafatını qazandı. 3 ayda saxladı və 4-cü ayda hədiyyəsini götürdü. Öz sevimli məhsullarından hədiyyəsini götürdü. Amma amma onu deyim ki, əgər məsələn Aynur xanım tutaq ki, 5 ay ərzində 5000-i aça bilməmişdisə, amma sürətli şəkildə gedib 6-cı ayda 10.000-i açsaydı, yenə də 10.000 proqramının, yəni Quick Startın hədiyyəsini götürə biləcəkdi. Sadəcə olaraq, yəni belə deyək də 5000-i bir balaca artıq lazım olan vaxtdan gec açdığına görə orada Quick Startın Success Planın hədiyyəsini götürmüşdü. İndi Success Planla danışıb billərimizi qarışdırmayaq, beynimizi yormayaq. Quick Start'a aid nə suallarınız varsa, buyurub verə bilərsiniz. Nə aydın oldu, olmadı, qaranlıq qalan məqamlar oldu mu? Çəkinməyin. Ayda xanım, bir də bunu vurğulamadım, yadımdan çıxdı. Bir də bu şirkətdə bələsəlik deyilən bir şey var. Yəni, öz övladlarınıza yəni ötürə bilərsiniz bələsə kimi. Yəni, onlar işlədə bilər. Bəli, Elə bilər. bəli. Yəni şirkət bu qədər, yəni gəlirlər verirsə, sürətli addımlarla gəlirlər verirsə, niyə də götürməyək?
Bəli, yeni planlar, yəni yeni məsləhətçi olanlara, belə deyək, Aynur xanım orada vurğuladı. Tutaq ki, müştəri idiniz, bu biznes ilində məsləhətçi statusuna qalxmısınız, yəni 200 bal eləyəndən sonra statusu dəyişib məsləhətçi olursunuz və artıq bu proqrama qoşulursunuz. Belə ki, yəni məsləhətçi olduğunuzun 4-cü ayında 2500 artıq açmalısınız. Mənim komandamda Aynur xanım, bir də Zahidə xanım Quickstart proqramında iştirak edib. Aynur xanım da qazanır, Zahidə xanım da qazanır. Zahidə xanım da 3 ay ərzində BT 5000 dərəcəsini açmış. Bəli, maşallah. Buyurun, suallar, Demək sual ki, verin. edənlər olur. Edənlər olur. Məsələn, mən indi gələn həftə Allah qoysa Sevinç xanım bu proqramdan danışanda planla, mən sürətli addımlarla başlamadığıma görə təəssüf ki, Quick Start'ın fürsətlərini qaçırmışam. Amma bu Quick Start'ı qaçıranlara, belə deyək, artıq keçən ildən bura kompaniya yeni proqram qoyub. Quick Start'ın nəzdində, belə deyək. Keçən il danışmışdım bu barədə öz komandam üçün ayrıca Zoom açanda. Restart proqramı haqqında demişdik ki, Restart Quick Start fürsətlərini qaçıranlara şamil olunur ki, hansı ki sentyabrdan dekabra qədər qüvvədədir. Mən hətta komandamın siyahısını da atmışdım qrupa. Restartla, yəni proqrama qoşulub, bax bu, yəni həmin bu pulları təkrar qazana bilər. BT 5000-dən başlayaraq lider dərəcəsinə qədər bu proqramın hədiyyələrini götürə bilərlər. Orada artıq liderə qədərdir Restartda. Məsələn, Sevinç xanım Allah qoysa dekabra qədər professionalı açsa 2250 manat pul mükafatı qazana bilər. Aynur xanım, həmçinin Səbinə xanım. Hər kəsin səhifəsində, belə deyək də, o proqramın detallaşdırması var. Oradan girib ətraflı baxmaq olur. İnşallah. Mən Success planın yəni bonuslarını götürmüşəm. 5000 olanda 450 manat qazanmışam. 10.000 olanda indi olub 1100 manat, amma o vaxtı mənim vaxtımda 850 manat idi. Sonra 10.000 olanda dediyim kimi sadəcə olaraq aylıq hissələrə bölünüb verilirdi o pullar. Otururdu ayrıca, yəni ona məhsul götürürdük. Məhsul sertifikatı idi. 20.000-də artıq 550 manat istehsalat mərkəzinə səyahət üçün bilet pulu verilirdi ki, bildiyiniz kimi 2023-cü ildə istehsalat mərkəzinə getmişdim. Yəni şirkət verir. Yəni professionala qədər Success planda nələr varsa mən onları qazanmışam. Amma bugün söhbətimiz Quick Start'a aiddir ki, əgər burada yenilər varsa və yaxud da müştərilər varsa ki, hansı ki, hələ məsləhətçi olmayıb heç vaxt. Bax, onlar üçün bu çox böyük bir fürsətdir ki, sürətli addımlarla başlayıb əlavə pullar qazanmaq. Allah qoysa Success plandan danışanda, mənim bir dənə sözüm var, onu saxlayım gələn həftəyə. Success plandan danışanda onu deyəcəm, nəzərinizə çatdıracam. Mənim təzə bir məqsədim yarandı, onu sizlərlə bölüşəcəm. Hə, heç kimin sualı yoxdur. Kimlər qeyd elədi? O qeyd eləyənlər bizlə bölüşə bilər, görək kim nə dərəcədə nələr qeyd eləyib və nələr yadında qaldı. Dəvət elədiyiniz yeni şəxslərə bu məsələləri çatdırmaq. Almaz xanım, Aykan xanım, Həyat xanım, Mehriban xanım, Ramilə xanım, Sevda xanım. Suallar. Suallar yoxdursa, onda neyniyək? Sağ olaşaq. Yəqin ki, hamıya məlum oldum.